qardaşlar, dəyərli musiqi sevərlər, istəkli dostlar. Bugün rayonumuzun ən elit saraylarından olan Aşıq Şadlı Sarayında bir gözəl qardaşımızın evladının xeyir işindəyik, toyundayıq, pusatdayıq. Allah-Allah xalqımıza, millətimizə həmişə toy pusat qismət eləsin. Vay. Gör, kimlər gəlib, kimlər gəlib. Elimizin, obamızın ən dəyərli müğənniləri, ən dəyərli musiqiçiləri. Bugün çox sevindim, bugün çox şad oldum ki, sizinlə bu məclisi bölüşəcəm. Ən dəyərli aparıcısı. Təşəkkür edirəm. Rövşən müəllim, Əlvan müəllim. Allah xalqımıza, millətimizə toy nəsib eləsin. Gözəl günlər nəsib etsin. Qadından baladan uzaq olaq. Bəyimizə, gəlinimizə də xoşbəxtlik yazılır, saadət arzulayır. Mən böyük məmnuniyyətlə bugün sevincimin inanın ki, həddi hüdudu yoxdur. O belə bir deyim var. Deyir, toy sahibi toy eləyəndə 3 əsas amil var ki, ona diqqət yetirməlidir. Onun birincisi saray seçimidir. İkincisi isə mütləq gözəl musiqiçilərin seçimidir. Aparıcı da onun içində olmaq şəhərdən. Allah mübarək eləsin. Orada da bu toy yəsi o qədər gözəl seçim edib ki... Və kameramanlar. Və kameramanlar da təbii ki, öz yerində. Minnətdarıq. Bir iki kəlmədə xahiş edirəm, siz deyəsiniz. Çingiz müəllim, yenə deyirik ki, sizin sözünün üstünə söz demək bizə düşməz. Siz bizim həm sənətdə, həm həyatda böyük qardaşımız olun. Həqiqətən bu belədir. Allah elimizdə toy eləsin. Amin. Qapılarımızda toy, büsat olsun, çal-çağır olsun. Belə oğul evləndirsinlər, qız köçürsünlər, fərq eləməz orada bizi, qeyrisidir. Əsas odur, sizlərin qapısında toy olsun. Amin. Büsat olsun. Həmişə bu ay işığı şadlıq evinə Elman qardaşımızın xeyir işinə gələk inşallah. Burada həmişə çal-çağırlı günlər olsun. Cəmi subaylar üçün olsun. Azərbaycan subaylar üçün olsun. Görüşlərə nə xoş ki, görüşdük. İnşallah, vallahi billahi, mən bir gün əminəm ki, sizlə apardığımız bu gözəl toy yaxşı mənada yadda qalan toy. İnşallah, Allahın izni ilə. İzləyicilərimiz də izləmədə qalsınlar. Bəli, Elman müəllimə də təşəkkür edirəm ki, belə gözəl bir şərait yaradıb xalqımız üçün, millətimiz üçün. Var olsun. O gün olsun, anar qardaşımızın toyunu, Elman qardaşımızın bu diləsin. Buradan Saboy qardaşımız da salamlayırıq biz, operator, səs operatoru, İspərli Yarkişini salamlayırıq. Yavaş-yavaş toyumuza başlayacaq. Allah mübarək eləsin.